Bu kişi bir gün nəfəs almaq üçün 300 manat ödədi. 78 yaşlı bir kişi qəfil özünü pis hiss edib xəstəxanaya düşür. Həkimlər onu xilas etmək üçün 24 saat oksigenə qoşurlar. Səhəri gün kişi özünü yaxşı hiss edir, həkimlər isə 300 manatlıq hesabı gətirirlər. Qoca birdən ağlamağa başlayır. Həkimlər deyir, dayı, ağlamağa dəyməz. İstəsən, hissə-hissə də ödəyə bilərsən. Qoca cavab verir, mən pula görə ağlamıram, balam. Siz mənə cəmi 24 saat oksigen verdiniz və 300 manat istədiniz. Amma mən 78 ildir Yaradanın verdiyi havanı pulsuz alıram. Bəs ona olan borcumu necə ödəyim? Bəzən ən dəyərli şeylər pulsuz olur, amma biz onları ancaq itirəndə dərk edirik.